Tez nereye burada? Allah işirsiniz. Hele. Hele tez ocurum. Tez. Hele. Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Xanımlar, gecə saat deməli 02:24 dəqiqədir. 3-ə 24 dəqiqə işləyib. Mən videomu burada başlayıram. Gecə saat 3 işləmiş videomu başlayıram. Mətbəxdə dip köşə təmizlik edəcəm xanımlar. Deməli burada stolu balaca balamla götürdük, salona qoyduq. Burada nə var dəzgahın üzərində? İndi hamısını göstərəcəm. Hamısını götürüb salonda stolun üzərinə yığmışam. Bir də mətbəx stolunu salona qoymuşam, onun üzərinə yığmışam. Burada dip köşə təmizlik edəcəm. Dip köşə deyərkən də xanımlar, deməli Günay tavanı sildim. Sonra bu mebelin üzəri ki var, lap üstü, oranı sildi. Qalan işlər mənlikdir. Hamı yatıb, indi mən başlayıram işimə. Təmizlik məhsullarımı da bura yığmışam. Yəni bütün dolapları siləcəm, hər yeri siləcəm. Sübh namazına qədər. Sübh namazından sonra səhər açılsın, sabah açılsın, uşaqlar hamı dursun, işə getsin, Məlik də qalxsın. Ondan sonra xalçanı toz soranlayıb yığacam. İnşallah indi havalar isinsin, həyətdə yuyacam da. Yəni bu yıxalımda xalçalarımı yumayacam, keçəni yudurmuşam. Yəni hamısı tərtəmizdir. Bizdə Məlik də yəni səlqəlidir, bulaşdırmır. Yəni hamısını toz soranlayıb silib yığacaq. Amma mətbəxdəkini, koridordakini, balkondakılar o heç onları həyətdə özüm yuyacam. Keçən də elə eləmişdim. Xanımlar, bezləri də çıxarmışam. Bu arada bezlərim köhnəlib. İndi bez alanda deyəcəklər bez aldı. Xanımlar, artıq bezlərim köhnəlib. Artıq yəni görürəm ki, artıq özlərindən tük buraxır. Yəni almalıyam da, inşallah alacam. Xanımlar, rozetkaları da dəyişdik. 2 aya yaxındır bu rozetkaları balam alıb gətirmişdi. 8-ci kilometr bazarından. Qonşuda uşaq var, elə balamla yaşıddı. İşi var idi, gəlib edə bilmirdi. Bugün gəldi, etdi xanımlar. Deməli 4 dənə rozetkadı dəyişdi, birdən kulçatırı dəyişdi. Sonra işıqlarımız burada ikisi işləmirdi, onu düzəltdi. Sonra həyətdə xanımlar, deməli şaxta olanda turbalarımız partlamışdı. Onu gəldi, düzəltdi, ütülədi. Belə gözəl xanımlar. Sonra burada da rozetka var, bunu da dəyişdi. Sonra mikrodalğanın arxasında var, onu dəyişdi. Bir dənə də burada xanımlar rozetka. Deməli 3 dənə dəzgahın üzərində, kafelerin üzərində. Biri burada. Bir də xanımlar. Belə xoşuma gəldi. Yəni rəngləri uyur, uyumludur da. Ön hissəni. Xanımlar, çaşdım. Deməli bu şüşə təmizləyici ilə sildim. Əslində yağ sökücü ilə siləcəkdim. Fərq etməz. Bu da şüşədir də. Şüşə materialından olan, yəni əşyaları silə bilərik. Amma əslində mən yəni yağ sökücü ilə də silirəm. Fərq etməz. Çaşdım, bundan etdim. Elə bir videomda var da paylaşmışam. Yəni yağ sökücü heç bir şey etmir. Tərtəmiz edir. Gözəl xanımlar, videom səsli çəkilib, sadəcə olaraq bəzi hissələrini tezləşdirdiyim üçün səssiz çəkmişəm.
Həmin hissələrdə səsimi yazıram ki, sizlər üçün maraqsız olmasın, izləyə biləsiniz. Xanımlar, videonun əvvəlində də gördünüz, saatı göstərdim. 19-u səhərə yaxın, sübh namazına yaxın başlamışam bu işlərə. 19 axşama doğru bitirdim işlərimi. Dünən də montaj etdim, amma inanın gücüm olmadı ki, bu hissələrə, səssiz olan hissələrə səsimi yazım, sizlərlə paylaşım. Amma əslində dünən paylaşmalıydım. İndi səsimi yazıram, saat 18:31 dəqiqədir. 7-yə 29 dəqiqə qalır. İnşallah ki, yüklənər, izləyərsiniz. Xanımlar çox istəyirlər təmizlik videosu gəlsin. Mən özüm 100 gəlin işini görürəm. Xanımlar, mən videonu bir gün video çəkirəm, sabahı gün ancaq onu montaj edirəm. Səs yazılmalısa səs yazıram. 19-u deməli səhərə yaxın başladım, axşama doğru bitirdim. Dünən də 20-si idi, səsimi montaj elədim, ancaq montaj elədim. Montaja 5 saat vaxtım gedir. Və səsimi yaza bilmədim. Ona görə bu günə qaldı. İşlərimin bir hissəsini bitirirəm, sonra sübh namazına gedirəm, sonra qayıdıb yeni işlərimi görürəm. Yəni bu toz soranmaq işinə baxa bilmirəm, çünki gözləyirəm səhər olsun, uşaqlar qalxsın, işə getsin, Məlik qalxsın, oyansın, sonra mən edim. Sizlər hansı məhsullardan istifadə edirsiniz? Təmizlik etdiyiniz zaman mebellər hansı məhsullarla silirsiniz? Gördüyünüz kimi bir bezlə silirəm, bir bezlə qurulayıram. Yəni vaxtında zamanda silinib təmizlənən yəni əşyalar təmizləməkdə asan olur. Gördüyünüz kimi Weblife-ın bir çox məhsullarını istifadə edirəm bu videoda. Yəni tək videoda yox, yəni həyatda istifadə edirəm də, təmizlik zamanı istifadə edirəm və videoda da onları sizlərə göstərirəm. Əslində xanımlar, videom çox uzun idi. 3 saat yarım videom idi. Onu mən montaj etdim, 1 saata sığışdırdım ki, yəni 1 saatı keçməsin. Yəni ondan artıq heç nə izlənməz, nə yüklənməz, nə sizin üçün maraqlı olmaz. Xanımlar, azam verilir. Bu hissədə qaldım. Gəlib bu hissə siləcəm. Sonra qaz sobasını siləcəm. Hələ silməmişəm qaz sobasını. Gedim namazımı qılım. Saat 3:46-dır, 03:46-dır. Azam verilir. Azan sahibi hər birimizin kömək olsun. Namazımı qılım, xanımlar. Telefonumda zaryadka yıxsın. Gəlib davam edəcəm. Xanımlar, namazı qıldım. Allah hər kəsin ibadətini qəbul etsin. Başlayım silməyə. Xanımlar, yenidən işlərimə davam edirəm. Əslində bütün günü mən iş görmüşəm. 19-u səhərə yaxın başlamışam, 19 axşama doğru bitirmişəm. Amma kameraya aldığım 3 saat yarım olub ki, onu da montaj edib 1 saata sığışdırdım ki, yəni sizlər izləyəsiniz. İlk öncə xanımlar, deməli Günay tavanı silmişdi, yuxarı o divar kağızı olan hissələri silmişdi, mebelin lap üstünü silmişdi. Qalan işləri mən dediyim kimi özüm edəcəm də. Mən də ilk öncə aspiratordan başlayıram, onun setkasını yuyuram, təmizləyirəm aspiratorun özünü. Sonra da görürsünüz də qaz sobasını, sonra ardıcıl işləri görəcəksiniz. Ardıcıl olaraq. Bunları edib sonra üst dolabları silib aşağı dolablara düşürəm. İlk öncə bu qaz sobasının arxasındakı 1, 2, 3 kafelləri silim. Sonra bu dəmirləri qurulayım yerinə qoyum. Sonra başlayım mebellərin bu alt hissələrini silməyə, sonra kafelləri silməyə. Bu arada bezlərimi də tez-tez dəyişirəm. Sadəcə olaraq bezlərim hamısı bir-birinə oxşuyur. Yəni eyni bezdən neçə dənədir. Elə bilərsiniz eyni bezlə silirəm. Bilirsiniz ki, mən çox bezlə istifadə edirəm.
yenə də işlərimə davam edirəm. Üst dolablar silindi. İndi aşağılar silinir. Mebelin alt hissələri görəcəksin. Hamısını bir-bir silirəm. Sadəcə hamısını sizə göstərmirəm. Mən bütün gün iş görmüşəm. Onun hamısını sizə göstərsəm, yəni olmaz axı. Yenə də deyirəm, 3 saat yarım hissə çəkdiklərim üst-üstə 3 saat yarım etmişdi. Mən onu paylaşa bilmərəm axı. Yenə də montaj edib 1 saata salmışam, sığışdırmışam. İndi siz nələrisə görmürsünüzsə, yəni o demək deyil, o iş görünmüyor. Yəni dip köşə nə var burada edildi. Ümumiyyətlə xanımlar, VIP Life-ın məhsulları həqiqətən çox gözəl məhsullardır. Çox razı qalmışam. Videonun içərisində də görəcəksiniz. Mən deməli, xalçamın üzərinə pas ləkəsi vardı. İzləyib görərsiniz. Həmin pas ləkəsini necə apardı? Yağ sökücü. Yəni tək yağ sökücü deyil ki, yağ və kir təmizləyicidir. Düzdür, ehtiyatlı olmaq lazımdır. Hər yerə püskürtmək olmaz, ağarda bilər, bozarda bilər. Amma mən ehtiyatla etdim. Çox az püskürtdüm xalçanın üzərinə. Videonun gedişatında izləyərsiniz. İndi ola bilər həmin hissəni izləməzsiniz. Deməli, mətbəxdə bateriyanın altında, tablenin alt hissəsini heç görmürük. Yəni görünmür axı ora. Qışda da oğlum açıb yumuşdu, gətirdi bağlayanda həmin hissədən bağladı nə qədər də olsa, yəni damcıldayıb da. Çünki biz xalçanı çəkmişdik, oğlum açdı, apardı, getdi, bağladı. Sonra xalçanı açdıq da, yəni qatlamışdıq. Amma yenə də oradan hardansa bir damcı damcıldayıb, bir iki damcı görəcəksiniz. Əməlli başlı artıq neçə aydır o pas ləkəsi orada olub. Yəni o qədər, yəni mükəmməl təmizlədi ki, hətta mən güldüm. Yəni mən dedim, günaydın ki, buna heç inanmayacaqlar. Elə biləcəklər ki, nəsə olur da elə şey, o qədər yəni yalan reklamlar edirlər ki. Məsələn, mən ütümü təmizlədim, siz gördünüz, ütümü təmiz xarab elədi. Yəni hər şey təmizləmək olmaz. Belə bunların hər birində özüm göstərirəm ki, yəni o mənə gəlib yazırlar, ölümlü dünyadır, ölümünüzü düşünün, o gəlinə möhtac olarsınız. Mən gəlinə neyinirəm, mən bilmirəm. Bəs belə olanda mən deyirəm, gəlinimin həyatdan böyük şansı mənəm. Deyirlər təkəbbürü deyiləm, sizin rəylərinizə görə yazıram. Mən gəlinimə neyinirəm ki, ölümümü düşünüm. Mən təbii ki, ölümümü düşünürəm və nəinki gəlinimlə. Heç mən oğlanlarımdan gözləntim yoxdur, Allahdan başqa. Kimsədən gözləntim yoxdur. Mən gəlinimə onu sevdiyim üçün, oğlumu sevdiyim üçün, o da onun həyat yoldaşı olduğu üçün və artıq gəlinimin özünə görə hörmət edirəm. Artıq 3 il olacaq və o hörmət özü də qazanıb. Amma mən etmirəm ki, o da mənə edər. Təbii ki, indi mən etdiyimi də qarşılıq verirlər, nə gözəl, amma sırf mənə edilsin deyə etmirəm. Hər zaman da deyirəm ki, qarşı tərəf kim olur olsun, mənə hörmətsizlik etməsin. Mənə pislik etməsin yetər, yaxşılığını heç istəmirəm. Mən qarşılıqsız edirəm. Mənim sevgim hər iki tərəfə yetər. Xanımlar, bitdim mən. Həmin xanımları göstərmək istəyirəm ki, mən işimdən zövq alıram. Mən pis insanlardan ilhamlanıram. O cür pis rəylər yazıldığı zaman xanımlar, mən ibrət alıram, həyatdan dərs çıxarıram. Daha çox güclü olmağa çalışıram, daha çox çalışmağa çalışıram. Bəlkə o pisliklərdən Allah uzaq etsin, gəlib mənim oğlanlarıma qismət olacaq. Bəyən biz bilirik. Qızımızı verəndə elə bilirik ən gözəl insanlarla qohum oluruq. Oğlumuzu evləndirəndə elə bilirik ən gözəl insanlarla qohum oluruq. Əgər elə düşünməsə heç etmərik də, düzdür. Gəlinimizi elə bilirik yaxşıdır. Gəlinlər elə bilir qaynanaları yaxşıdır. Xanımlar, saat 11-dir. İndi oyanmışam. Bu arada sabahınız xeyirli uğurlu olsun. Səhər uşaqlar işə getdi. Gördüm özümü yaxşı hiss etmirəm. Dedim 1-2 saat dincəlim. Günaya da tapşırdım ki, mən saat 10-da uyandır. Mən uyandırmayıb sağ olsun saat 11-dir. Bu arada pərdəni atıb yumağa Günay. Deyirəm, ay Günay, niyə məni oyandırmamışsan? Deyir, ay mama qıymadım da, dedim yatıb dincələsən. Hər dəfə xanımlar tapşırıram Günaya ki, Günay saat neçədə məni uyandır. Çünki bilirsiniz, mən gecələr yatmıram, günüz 1-2 saat dincəlirəm.
tapşırıram ki, Günay birdən yorğun olaram, qalxmaram da, məni oyandırmayıb. Maşallah gəlinimə, qaynanasına qıymayıb. Pərdəni də atıb, mən ki pəncərəni axşam sildim içəridən. Günay da eşdən silib, çöl tərəfdən pərdəni də atıb yumağa. İndi götürüb sərəcək. Mən də başlayacağam işlərimə, xanımlar. İlk öncə xalçanı götürəcəm yerdən. Toz-soranlıyım, götürüm, qatlayaq Günayla götürək, sonra başlayayım maşını, qab yuyan maşını, paltar yuyan maşını. Xanımlar, niyə belə dayanmışam? Çünki orada şüşədə görünürəm, ona görə. Başlayayım bunları önə çəkməyə, soyuducunu, arxalarını toz-soranlamağa, silməyə, belə təmizliyimi davam edim. Oğlum işdən gələnə qədər bitirməliyəm. Mən burada təmizlik edərkən yeməyi də balkonda Günay edər. Sənə qurban olum. Mümbuluma baxın, ay xanım, kömək edir, anasına kömək edir, nənəsinə kömək edir, sənə mən qurban olum. Xanımlar, saçı çoxalıb balamın. Oğluma deyirəm ki, bəs Məlkin saçını apar vurdur. Günayla da oğlum deyirlər ki, bəs ayın bir uşaqlar günü deyil, o vaxta yaxın saçını vurduracaq ki, qəşəng olsun, aparacaqlar gəzməyə. Mən də deyirəm ki, oğluma, başqa vaxt izləyicilər deyirlər ki, mən bir şey alanda Məlikə, gəlinə buraxın, nə bilim, gəzlərə buraxın. Mən artıq bunlara buraxmışam ki, ayın biri uşaqlar günüdür. Uşağınızı aparın, nə hədiyyə alacaqsınızsa alın. Ayın biri aparın, uşağınızı gəzdirin. Ondan sonra mən nənə olaraq özüm balama aparacam. Balama nə hədiyyə alacam. Aparacam özüm gəzməyə, özüm deyərkin də Günay da gələcəkdə. Yəni ki, ər-arvad özünüz gedin, uşağınıza nə hədiyyə alırsınız, alın. Ayın biri də sizin haqqınızdır, uşağınızda aparın gəzməyə. Ondan sonra mən nənə olaraq aparacam öz istədiyimi, öz zövqümdən olan uşağıma nəsə bir hədiyyə alacam və balama aparacam gəzməyə. Mənim həyatım, mənim ömrüm, günüm. Ay Allah, bu nə belə şirindir, şip-şirindir, ay Allah. Düşmək istəyirsən? Hə, düş görüm. Düş görüm, nənə qurban. O sənə qurban olun. O sənə qurban olun. Xanımlar, bu arada gəlinim də qaynanasına oxşuyub. Deməli, mətbəxin pərdəsini yumuyub. Mən bir tərəfə salondakı pərdəni yuyub. Mən deyirəm, ay Günay, niyə onu yumursan? Biz bayramda yuduq da. Deyir ki, bayram, Novruz bayramı nəzərdə tuturum da. Deyir, ay mama, yəni pərdə də tozdur da, istər-istəməz toz olurlar. Onları yuyub. Yəni, mətbəxdəki pərdəni yox, mətbəxdəki pərdəni mən də atıram yumağa. Yəni, gəlinim də qaynanasına oxşuyub. Qaynana qalxana qədər gəlinim salondakı pəncərələri silib, heç mən istəməmişəm. Nə də ki, deyirəm, o günə niyə yumursun? Təmizdir də onlar. İndi mətbəxə baxmayın, mətbəxdə pəncərə daha çox açılır, örtülür, pərdə çox əl vurulur, o tərəfə, bu tərəfə. Ona görə deyir, ay mama, yox, da qoy təmiz olsunlar da. Yəni, mətbəxdəki pərdələri əlində atıram yumağa. Gəlin, ocağa çəkərmiş, bu olsa gəlin. Xanımlar, maşını qoşun birinci. Maşın qablar yuyulsun. Ona kimi mən xalçanı toz-soranlayıb götürərəm. Qabıya maşın bitsin ki, sonra mən pərdəni qoşum, paltarıyan yusun. İkisini inanda qoşmuram da. Mən əvvəllər xanımlar bilmirdim, həm paltaryanı, həm qabyanı eyni anda qoşurdum yumağa. Sonra bir izləyicim, xanım, daim izləyicim Nar İslam, hər zaman ona təşəkkür edirəm. O bildirdi ki, yox, olmaz. Qısa qapanma olar falan filan. Birini istifadə edəndə birini etməməlisiniz. Ona görə mən növbə ilə edirəm. Xanımlar, parladıcısı var. Parladıcını bir dəfəyə doldururuq. Yəni bitəndə əlavə edirik. Bir dəfəyə doldururuq, lazım olduğu qədər götürür. Nənəsi qurban. Xanımlar, mən balamı, köpəmi, bunu saçına başına, ay Allah. Ay Allah, xoşu gəl, bu da eləsin deyəm, nənə ilə eləyək. Ay, sənə mən qurban olum, sənə mən qurban olum. Ay, indi bunu... Ay, gördüm, sənə mən... Yox da yox. Xanımlar, bir də baxırsınız ki, qabyan maşın işlədiyi yerdə, paltaryan maşın işlədiyi yerdə gedir knopkaları vurur, söndürür.
Xanımlar, görürsünüz bu hissədə pas ləkəsi var. Deməli, ataplenin altına düşüb. Həmin hissə bu bateriyanın da. Onu da bildiyiniz kimi qışda oğlum açdı, yudu. Bağlayanda indi ola bilsin ki, damıb da, vurub damıb, damcı düşüb elə içərisindən. Elə deməli pas ləkəsi var. Xanımlar da deyirlər ki, bu yağ sökücünü elə harda gəlir istifadə edirik, aparır. İndi sizin gözünüzün qarşısında edəcəm, görməli aparacaq. İndi az vuracam ki, nəsə bir... Əslində bunun adı yağ sökücüdür. Amma görək də, görək aparacaq. Xanımlar, həqiqətən apardı. Həqiqətən. Yəni, adı yağ sökücü olmağına baxmayaraq, çox yerdə çox işə yarayır. Elə pilsosladım, götürürdük. Baxdıq ki, ataplenin aşağı hissəsindən damcıldayır. Oğlum açıb yuyanda olub da. Gördüyünüz kimi. Düzdür, bu xalçanı yuyacam, amma yenə də dedim, qoy elə eləyim, niyə qalsın? Köhnələndə hər hansı bir ləkə köhnələndə artıq gedmir, çətin olur. Üçüncü, görmüşsən, təmizləyim. Gördüyünüz gibi, Günay. Gəl, qızım, gəl bax. Apardı. Hə, həqiqətən apardı. Mən yəni hər şeyi sizlə olduğu kimi bölüşürəm. Bir dəfə də ütümün altını təmizləmişdim. Xanımlar yadınıza gəlirsə, xanımlarda görmüşdüm, təmizlədim. Ütümü çox pis günə qoymuşdum, onu sizlə paylaşdım. Amma gördüyünüz kimi xalçanı heç bir şey etmədi. Görürsünüz xanımlar, deyərəm min cavanı. Deyərəm min cavanı. Çəkdim qabağa. İndi biraz da çəkim bu tərəfə ki, arxasını toz soranlayayım, silim. Xanımlar, hələ qabları yuyulur. Mən xalçanı toz soranladım. Günayla qatladıq, götürdük. Telefon. Mən Emin zəng eləyim. Xanımlar, maşın arxası da istər-istəməz tozdur, şankların üzəri tozdur. Yəni, ayda bir dəfə çəkirəm, təmizləyirəm, silirəm. Yəni, olur tərtəmiz. Amma yenə də yağ sökücü püskürdəcəm. Yəni, lap təmiz olsun. Belə də, yəni, xanımlar. Maşın çox qabağa çəkmirəm, qorxuram, şuank oradan çıxar. Xanımlar, belə göstərim də sizi. Bu cür. Bu cür. Yəni indi mən kameranın qarşısını kəsmək istəmirəm də. Bu cür vuracam. Tərtəmiz siləcəm, olacaq tərtəmiz. Xanımlar, mən ki ora girə bilmirəm. Ona görə elə belə köhnə bezlə silirəm. Yağ çözücü püskürtdüm. Yəni bacardığım qədər təmizliyimi edirəm. İndi maşın hər bir tərəfini siləcəm. Bu nədir? Bunu çıxarım ya. Belə qalır üstündə. Çıxartdım bunları.
Universal təmizləyici. Universal xanımlar təmizləyici. Bir də bilirsiniz ki, ağ sirkə. Yəni universal təmizləyicinin yerinə başqa sirkə çox əlavə etməyə gerek yoxdur. Universal təmizləyicinin yerinə, yəni Home Life-ında təmizləyicilərlə istifadə edirəm. Vip Life-ında təmizləyici, hər hansı bir təmizləyici məhsuldan da yəni istifadə edirəm. Belə. Bu döşəmə silində bilirsiniz ki, bir neçə dəfə istifadə olunur, rəngi belə olur da. Yəni bu çirşdir. Mərkək kömək elə mənə. Mərkək kömək elə. Canım nənə qurban kömək elə. Tez kömək elə. Tez kömək elə. Oy. Vay vay vay. Ay. Ağzım ağlamışım ki. Kömək elə gülək. Kömək elə nənə qurban. Nənə gözü satma tez. Ay Allah kömək elə tez. Tez kömək elə. Allah'ım. Tez kömeyle. Ay Allah. Ay Allah. Tez. Tez kömeyle. Ay. Tez buradan tane görün. Gel tane görün. Hadi onlara vurma. Buradan tane. Tez ol. Tez ol görün. Tez görün. Ay. Tez sen iyi kömeyle. Söylemezsen kömeyle. Öyle görün. Tez ele görün. Tez nene vurur. Allah şişsiniz. Hele. Hele tez ol görün. Tez. Ele. Ay sen hemen kurban olalım. Sen hemen kurban. Ele. Ay. Tez ele gözüm sakma. Ay. Tez. Ele tez çömeğine de şöyle. Ay. Balam köməklədi. Nənəsi ona qurban. İndi silim maşını yaxşı. Maşını silim. Ay Allah, pərdələr içərisində. Universal təmizləyicidir, qarşı hazırlamışam. Bunu hər yer silə bilərəm. Sadəcə şüşə təmizləyici ilə şüşəsində silə bilərəm. Onu göstərmək istədim sizə. Sildim tertemiz. Yine maşını bırakıyorsun yani. Ben indi hanımlar Günay ayrı iş görür. Ben de qabyon maşını boşaldım. Sonra qabyon maşını çəkim, arxasını silim. Hanımlar hamısı yuyulub tərtəmiz. Yollar yerini yerləşdirim. Sonra qabyonu çəkim qabağa. Hanımlar, Məlik də kömək edir mamasına, nənəsinə. Hanımlar baxın, gör hara çıxır. Görün hara çıxır hanımlar. Hanımlar buna baxın. Məlik çıx ora, çıx. Hanımlar. Gördünüz. Sənə mən qurban olum. Hə, yaxşı, sil. Ay Allah, məni öldür onu. Şunu təmizləyək. Allah. Şunu təmizləyək, ay Allah. Ay Allah, balam təmizləyək. Hə, ondan da hanımlar, ondan da vurur. Ay aman. Ondan da vurur, ay Allah. Vururum ondan. Təmizdir də, nənə qurban, mama silib. Təmizdir. Nəni içərdən silib, hanımlar o uşaq vaxtı nisası da kesmişdik.
Baba nənədən, yox. Baba turpdan, nənə babadan, nəvə nənədən, nə bilim kimdən. İndi də nənə içərdən silib, gəlin nənəsi içərdən silib, maması çöl tərəfdən silib. İndi balası kömək vurun. Kamla deyib, təmiz deyəm, amma vurun da, bala silmək istəyir. Ha, sil. Sülsənə mən qurban olum, sil. Sil mənim həyatım, sil. Tərdən vuracaq. Yaxşı sil, yaxşı sil. Təmiz sil. Kamla balamın öz ölçüsünə görə bez vermişəm balama. Balaca bez. Yuyuldu pərdə. Tez sil, sənin işin qalıb, ya bitirdin? Bunu bir düşürün. Təyyarə gedir, xanlar təyyarəyə baxır. Hüseynə qurban olum mən. Hüseynə mən qurban olum. Pəncərəni deyir, aç mən baxım. Xanımlar, maşın içərisindən qabları boşaltdım. İndi maşını çəkim mənə. Qabıyan maşın, deməli, mülkiyə daha yaxın olduğu üçün, belə deyək də, kanalizasiyaya daha yaxın olduğu üçün bunu daha rahat çəkə bilirəm. Arxasını daha rahat silə bilirəm, görürsünüz. Amma paltar yuyan biraz uzaqda olduğu üçün qorxdum dedim şlanka çıxar. Yağ sökücüdür. Mən ora hər yeri püskürdəcəm xanımlar. Meklavın üzərini, oraları siləcəm. Sizə sadəcə göstərirəm. Sonra dizimi vurup yerə siləcəm. Toz oranlayıram, sonra bu cür yağ sökücü püskürdürəm, silirəm. Görürsünüz xanımlar. Yəni bazardığım qədər sizə göstərirəm. Xanımlar, oldu tərtəmiz. Sadəcə istər-istəməz biraz yəni qalır da, ləkə kimi qalır bu mətləqlərin arası, amma oldu tərtəmiz. Bir dənə bilirəm ki, tərtəmizdir. Hər yeri sildim. Bir toz oranlayıram, bir yağ çözücü ilə silirəm, bir də bu cür silirəm. Bezləri dəyişirəm də tez-tez. Bezlərim tamam köhnəli. Yeni bez almalıyım sadəcə. Evdən çıxa bilmirəm. Xanımlar, evdən çıxanda elə ancaq
Real marketə o da gedə bilmirəm. İldə ayda bir dəfə gedirəm dayı. Taksi ilə gedirəm, elə oradan da taksi ilə qayıdıram. Ya Günay salona param elə oradan qayıdırıq. Ya nə bilim, hara gedirik, başqa yerlər çox gəzə bilmirəm axı. Əvvəllər gəzərdim, indi heç gəzə bilmirəm. Gedə bilmirəm. Mən bu işləri dayana görürəm xanımlar. Biraz görürəm, oturum, dənizlərəm bir də. Yəni, videoda siz ardınızı görürsünüz, dayanmadan o işləri mən görə bilmirəm. Oldu xanımlar, gül kimi. Gül kimi. Xanımlar, bir stəkan çay içdim, dincəldim 5 dəqiqə. Bu da balaca balamın otağındakı pərdədir. Həm günlüyünü, həm pərdənin özünü. Günlüyünü arxada qalır, günlüyü pərdə. Bunu da yarım saata qoyum, 27 dəqiqə, yarım saat. Seçim o proqramı. Yumaqda olsun, pəncərə silinib. Mən aşağı dolapları silim. Xanımlar, mən həqiqətən bitdim. Artıq halım yoxdur, oturmuşam, yerə silirəm.
Xanımlar, oğlumla çəkdik soyuducunun mən gücüm çatmır. Günayla mən gücüm çatmır. Onun çünki altında təkərlər var, o təkərlər açılmalıdır, qabağa çəkilməlidir. Oğlumu gözlədik, oğlum gəldi, etdik. Yəni ki, göstərə bilmədim sizə, oğlum da onunla video çəkə bilməm. Dedi, tez ol, onunla tozlarına silki çəkim yerinə. Ona görə xanımlar, onunla çəkə bilmədim. Xanımlar, qan tər içindəyəm. Televizor siləcəm. Universal təmizləyici ilə silirəm. Hazırladığım qarışımla. Deməli, bu qarışım bitdi. Təmizliyə edəcəm. Bunu da yeni hazırlamışam. Demək olar ki, yarısı gedib. Universal təmizləyici ilə. Gördüğünüz gibi. Arkasını silmişəm xanımlar. Stol qoymuşam, silmişəm. Sadəcə bu hissəsini dedim sizlərlə paylaşım. Mənə deyirlər reklam. Əlbəttə ki, yaxşı məhsulu reklam etmək lazımdır. Homun məhsulu. Homun məhsuludur xanımlar. Sadəcə, görürsünüz, bununla sildiyim zaman iki bezlə silmirəm. Elə bir dənə bununla silirəm. Sadəcə püskürdürəm və silirəm. Bu arada xanımlar, bu televizoru mətbəxə aldığım zaman mən bu qıraqları, kənarları ağ rəngi istəyirdim, krem rəngi istəyirdim ki, mətbəximə uyğun olsun da. Onda yox idi. Və yəni həmin gün tapa bilmədim nəsə, aldım. Dedim, əşi alından qalır sonra. Pul xərclənəcək ala bilməyəcəm, amma indi peşmanım ki, işə gözləyərdim. Kənarları ağ və ya krem rəngində olan alardım. Gördünüz xanımlar, təmiz. Notebook'u da bununla silirəm. Uşaqların kompüterində bununla silirəm. Təmiz. Görün burada necə görünür. Mənə gəlib yazanlar ki, gəlini, nə bilim, qulluqçu görürsünüz. Özüm deyərəm 1000 zavana. Olsun canım ağrıyır, sizlərin üzərinizə, üstünüzə sağlıq. Olsun canım ağrıyır, olsun kilolu xanıma. Mən öz evimi işlərini görməkdən zövq alıram. Allah talanın bizə verdiyi bir neymətdir. Elə mən qoy canım ağrıyır, öz işlərimi görüm. Təbii ki, mənim gəlinim ağıllıdır. O ağılları 5 qarış havada olan gəlinlərdən deyil. Mənim gəlinim ağıllıdır. Gəlin qaynana əl-ələ vermişik. Pəncərəni o siləndə pərdəni mən atıram, yuyur, çıxardıram, verirəm. Asırı mən qabı yuyuram, mən qabiyə maşını boşaldıram, mətbəxi görürsünüz, təmizləyirəm. Mən buranı edərkən gəlinim digər otaq. İndi otaqlarda xanımlar uyğun deyil də, gireyim, çəkeyim, bütün pəncərələri silib. Mən deyirəm, abala, bir günə etmədə yorularsan. Yarısı bugün, yarısı sabah. Vallahi heç mən otaqları silməyi düşünmürdüm. Yəni, pərdələrin yuyulmasını düşünmürdüm.
Mən durdum ki, qalxdım yerimdən ki, Günay heç məni oyatmayıb da, videoda izləyənlər gördülər. Demişdim saat 10-da oyandır məni, 11 idi, özüm oyandım, heç 2 saat yatmamışdım da xanımlar. Mən qalxdım ki, Günay pərdələrin hamısını söküb. Avalam, niyə? Ay mama, yox, bəs evdə hərəkət edirik, evi toz soranlayırıq, pərdələri çəkəndə hiss edirsən ki, pərdədə toz var. Yəni, Cəhənnəm də maşallah təmizkardır. Yəni, hələ mən deyəm ki, ay Günay, bəsdir. Günay dedi ki, sabah öz otağımı edəcəm, öz otağını hələ etməmişdi. İndi gedib öz otaq, deyirəm ki, yorulursan da, qalan da qalsın sabaha, qalan da qalsın o bir gün, deyir, yox, ay mama, niyə? Hə, indi mən ağlar atacağım yumağa, Günay getsin, pərdələrini atsın, yuyusun, sonra mən ağlar atacağım yumağa. Biz xoş, firavan yaşayırıq, gedirik, həqiqətən bizdə heç bir problem həqiqətən yoxdur. Mən heç oğlumla sözüm olur ki, gəlinimlə sözüm olmur. Yəni, bu qədər də açıq danışıram. Oğlumla sözüm olur ki, mənim gəlinimlə sözüm olmur. Belə, bu qədər. Gəlinim çox ağıllı gəlindir. Görür ki, mən ona yaxşı deyiləm. Yəni, bacardığımı etmirəm, fazlasını edirəm. Ola bilsin, mənim etdiyim başqalar üçün heç nədir, amma mənim gücümdən daha çoxdur. Bunu dəyərləndirir, ağıllıdır. O da ağıllı olduqca dəyərləndir. Mən ayrı şey istəmirəm ki, gəlinimlə. Sadəcə mənə hörmət etsin. Boş-boş sözdə hörmət etmək yox da, həqiqətən hörmət etsin. Həqiqətən mənə dəyər versin, əziyyətimi qiymətləndirsin. Mən sadəcə bunlar, mənə başqa heç bir şey lazım deyil. Valla bu son videomun rəy bölməsində rəyləri oxuyuruq, qaynına gəlin gülürük. Zamanım yoxdur hələ onları cavablandırmağa. Arada otururam, istirahət edirəm, oxuyuram, qaynına gəlin gülürük. Yəni, bəzilər yazırlar ki, heyf, yazdığımız yer o evdə olanların halinə. Vallah biz gülürük. İnanırsınız xanımlar, inanın ki, qaynına gəlin, biz gülürük. Biz qaynına gəlin təmizlik edirik. Üzr istəyirəm xanımlar, tərim gözümü yandı. Biz qaynına gəlin hazırlıq edirik. Biz düşünürük, planlaşdırırıq ki, Məlkin uşaqlar günündə də, bayram günü, Məlki necə edək, nə eləyək, Məlkə nə geyindirək. Məsəl üçün, mən onlara məsləhət görürəm, bir də onlara mənə hörmət edirəm, mən də onlara məsləhət görürəm ki, sizin övladınızda, sizin haqqınızda ayın biri siz, arvad, ata-ana aparın uşağınızı gəzdirin. Gedin uşağınız ürəyiniz nə istəyir, alın. Mən də özüm bir nənə kimi öz zövqümlə balama istədiyimi alacam. Təbii ki, gücüm müqabilində və balamı sonra aparacam gəzməyə. Gəl elə ayın biri olsun, 2 gün ondan sonra apararam, 2 gün ondan əvvəl apararam. Can, mənim balam, can, gəl görüm, gəl nənənin yanına görüm. Gəl nənənin yanına görüm, o mənim balam, o mənim körpəm. Allah-Allah, bütün evlərə bu şirin, yox, bu şirin paydan qismət etsin, mənim körpəm. Uş, balım, bana yemək istəyir balam. Sənə qurban olum mən. Balam bana yemək, açım ye, yaxşı. Balam sevir da, balam sevir, bana yeməyi sevir. Balam bana yeməyi sevir. Aha, al. Nuş olsun balama. Nuş olsun balama. Balam saçdı. Deyirəm, bala apar uşağı vurdur, mən çıxa bilmirəm. Deyir, yox, ayın birinə yaxın vurduracam ki, qəşəng olsun. Aparacaqlar gəzməyə. Sənə qurban, nuş olsun. Nuş olsun mənim körpəmə. Nuş olsun. Sənə qurban olaram, xanımlar. Bugün öyrənib onu da, qaça-qaça gedir, divana çıxır. Yastıqdan istifadə eləmir. Ayağını qaldırır, ucunda qapını açır da, yastıq qoymur. İndi yorğunam, inşallah sabah. Dazadda çəkərəm, sizdən paylaşaram, görərsiniz. Nöynəsi qurban. Ver onu biraz açın, ver onu biraz açın. Mən beləyəm də xanımlar, otururam, 5 dəqiqə iş görürəm, 5 dəqiqə dincəlirəm. Silmişəm, yeri zat silmişəm. Sənə qurban olmayın, bulam ölürmüş ki, acından ölürmüş ki. Yəni, bana nə azlıqla nə əlaqəsi? Hə, ye, yaxşı, dişdə ye. Ver açım. Sənə mən qurban olum. Xanımlar, yeməyəndə də belə bükür, verir ki, alayım da istəmirəm. Alın, istəmirəm. Alın. Ne yemək istəyir? O sənə qurban olum. Belə çəkir, nənələr görsün də balam. Vay. İplər də çıxıb, gətir onu salım şalvarın içinə, onu gətir salım şalvarın içinə. Tökülüb gedir məli, şimdi yer yuyunacaq. Gəl onu düzəldim, gəl şalvarı düzəldim. Gəl bəcül. Sənə qurban olum, Necə də yeyir. Hə, yaxşı, ye qutar. Gəl bu tərəfə gəl. Sənə qurban. Gəl bura, gəl nənənin yanına, gəl bura.
Ay, la burada dayan ye. Ay, necə də iştahla yer. Burada dayan ye. Ay Allah, ye. Ye nənə qurban, sənə qurban olum mən. Sən saça bax, sənə qurban olum. Yaxşı, dişlə ye. Sənə qurban, saçın tüşü çox alır. Valla apar şu an saçını vur, şu an tükünləşib. Dişlə ye, dişlə ye. Ay Allah, necə də yeyir, ay Allah. Maşallah mənim balama. Hətta bunu yemirsən? Yaxşı, burada qoy, nənələr coşsun ki, yedin hamısını. Tut, tut, tut. Buradan tut, belə buradan yapış. Buradan, yox. Yaxşı, mən tutum, yeyirsən, yaxşı. Hanımlar, bu qaldı. Mənim balama nuş olsun. Yaxşı, mən özüm verəcəm. Əlinə salırsan. Yox, yox, olmaz. Nənə verəcək. Balamı üst başını çeşini maması aparıb yuyunduracaq. Gəl bunu da bir dənə bunu nəyə saxladım ki? Tez ye bunu da ye. Belə dur, belə dur. Xanımlar özüm qəsdən çəkirəm. Yəni ki, maşallah, hər şeydə, belə dur, hər şeydə yeyir. Belə canavar, mamasına oxşuyub, darıqlıqda. Nuş olsun. Bəs silmirsən ağzı? Silmirsən? Alsın balam əlini, ağzını silsin. Aha. Nənəyə də öpüşkündə get. Ver mənə, sağ ol. Bir dənə belə, elə get. Ay səni qurban, get. Get oyna. Gördünüz onu? Can, can. Hanımlar, bu kulçaterin ətrafı hər zaman divar kağızın üzəri çirş olur. Niyə? Çünki bütün günü əl dəyir olur. Xanımlar, həmin gün, dünən yox, sırağa gün və dünən 2 gündür. 2 gün, yəni nə qədər paltar yuyan işlədi, artıq sayını itirdim. Bütün otaqların pərdələri yuyuldu. Atların günlükləri yuyuldu. Yataq dəstləri hamısı dəyişildi. Nə bilim, Məlkin geyimləri ayrı yuyuldu. Günay özlərinin geyimlərini yoldaşı ilə, mən uşaqlarımın geyimlərini. Nə qədər bezlər çıxdı, bulaşdı xanımlar. Sonra qışlıq adyallar falan vardı, onların hamısını bir-bir atdıq, yudu. Sadəcə 2-3 dəfə yəni çəkdim, göstərdim ki, yəni iş gördüyüm zaman, yəni bu qədər maşında işlədim. Bəzi hissələrə səsimi yazmadım xanımlar, dedim elə səssiz izləyin. Gördüm çox az bir yəni səssiz çəkmişəm, sonra yenə arada danışmışam, ona görə həm hissələrə səsimi yazmadım. Belə xanımlar, yəni ardıcıl olaraq bütün işlərimi görürəm, sonra bunların hamısını salona yığmışdım. Gətirirəm bir-bir, yuyulanları yuyuram, yuyulmayanları təmizləyici məhsuldan püskürdürəm, silirəm, universal təmizləyicidən. Yəni bir-bir yığıram dəzgahın üzərinə. Yenə qeyd edirəm, videoda indi hamısını göstərmək olmur. Nə gördünüz? Yəni yuyula biləcək hər bir şey yuyuldu. Zaten yuyuruq da, yəni dəzgahın üzərində olan bir şey hər gün əl dəyir, toz falan hopur, yəni təbii ki yuyulur. Belə xanımlar. Təmizlik hər zaman evimizdə edirik, əvvəl necə elə, indi də elə. Sadəcə video çəkmək çox çətindir. Təsəvvür edin, 2 gün, dünən yox, sırağa gün 19-u və 20-si mən öz komandama zaman ayıra bilməmişəm. Elə yorğun olmuşam, arada elə yazmışam, salamlamışam, neyinirsiniz xanımlar. Yəni ki, çox çətindir də, çox zamanım aparır mənim. Ona görə. Amma əlbəttə ki, kanal işlədirəmsə təmizliklə, sərgə ilə bağlı kanal işlədirəmsə təbii ki, paylaşmalıyam. Mən demirəm, mən zaten yəni hobbim elə budur da, evimin təmizliyi, evimin sərgəsi.
onlarla yanaşı digər faydalı videoları da izləmənizi əslində mən istəyərəm. Məsələn, mən canlı açıram həftədə bir dəfə, gün təyin edə bilmirəm. Çox istərdim cümə günləri olsun, təyin edə bilmirəm, alınmır. Ona görə həftə içərisində hər hansı bir gün olmuş olsa da, yəni özümə söz vermişəm, mütləq canlı açacağam. Yəni özüm də rahat oluram, sizlərlə söhbətləşirəm, istədiklərimi sizə çatdırıram. Yəni hər birimizin boynunda əmr be məruf və nəhy əz münker var. Bildiklərimizi insanlara çatdırmalıyıq, təbliğ etməliyik. Dinimizin vacibatıdır. Burada xanımlar, montaj zamanı kəsmişəm. Bu çaşqaları sürtdüyüm zaman, yəni o düşməyib burada videoda. İndi baxıram. Yəni xanımlar elə bilərlər ki, elə yudum götürdüm. Yox, yaxşı köpürtdüm, yudum. Maçalkayla sürtdüm, yudum. İstər-istəməz yəni açıq qalırlar. İstər-istəməz bir də görürsüz, yemək də bişirəndə sıçrayır. Məsələn, qızartma falan olanda. Yəni təbii ki, tez-tez onları yuyuruq, amma hətta sizlərə göstərmirəm. Belə xanımlar, canlı da açıram, canlı da gəlib nələr yazırdılar, ilahi. Dünə yox, sırağa görə açdım da canlını. Mən o cür, yəni ayın 19-da bu cür təmizliyi bitirdikdən sonra dedim ki, bir dincəlim də izləyicilərimlə söhbətləşib. İlahi necə rəylər yazırdılar, mən çatdıra bilmirdim. Və o qədər təcrübəm yoxdur, bilmirəm o rəylər yaddaşa düşürmü, YouTube-da mən sorular oxuya bilərəmmi, yoxsa yox, kanal olan xanımlardan məni izləyən olsa, təcrübəsi olsa bu mövzuda mənə yazsın. Mən məsələn TikTokda canlı açdıqdan sonra o yaddaşda qalır, mən onları sonra rahat oxuyuram, görüm mənə nə yazmışdılar. Amma elə oxuyurdum, rəylər həmən yoxa çıxırdı, yəni oxuya bilmirdim, blok edə bilmirdim, etdiklərimi təbii ki edirdim. Belə, yəni pis insandılar. Mən açmışam, yaşlı başlı insan, danışığımı bilirəm, söhbətimi bilirəm, harda nə danışacağımı bilirəm. Mən ibrətamiz söhbətlər edirəm, mən maarifləndirici söhbətlər edirəm. Yəni mən nə danışıram ki, təhqir olunam? Olunsun. Yəni doğru yol budur, doğru yolun yükü ağır olur. Belə gözəl xanımlar, o cür insanlardan mən daha da güc alıram. O cür insanlarla rastlaşanda, yəni çətinliklərə sinə gələ bilməyim üçün daha da güclənirəm. Biraz öncə də qeyd etdim, bir gəlib mənə yazır, sizlər məni tanımırsınız. Siz hansı haqqla gəlib mən o cür yazırsınız. Və mən cavab verəndə deyir, niyə aqressiv cavab verdin və özü kimi pisliklər də nə qədər insanlar like edir onun yazdığını. Baxıram xanımlar, mən yəni ağlı başında olan bir insanım da, mənim rəyimi like etmirlər elə öz kanalımda. Amma məni təhqir edənin rəyini o qədər like edirlər ki, yəni bədbəxtdirlər, zavallıdırlar. Hələ də həyatda özlərini tapa bilməyiblər. Mənim gəlimin dərdini niyə bunlar öldürür, mən bilmirəm. Deyəndə də deyirlər, özü mən maarifləndirici söhbət edirəm. Mən cəmiyyətdəki gəncləri pisləməyim ki, öz gəlinimdən danışıram. Mən gəlinimi razılığımdan danışıram, gəlinimlə çox razı olduğumu danışıram. Sizlər də ağıllı olun. Sizlər də getdiyiniz evi altın üstünə çevirməyin bunları. Sizə mən təbliğ edirəm. Doğruları təbliğ edirəm mən sizə. Mən nə deyirəm ki? Biri yazır ki, ölümlü gününü düşün, gəlinə möhtac olarsan. Vay, vay, vay. Allah mən özündən başqa kimsəyə möhtac etməsin, heç birimizi. Xanımlar, artıq işlərim bitib, səhv etmirəmsə, video sonlamağa doğru gedirəm. Orada sizlərlə səsli sağollaşacağım. Xanımlar, axır ki işlərimi bitirdim. İnanın ki, mən də bitdim, tükəndim. Mən videomu burada sonlandırıram. Hər birinizi öpürəm. Allah amanda qalın. Allah əmanət olun. İnşallah yeni videolarda görüşənədək. Hələlik gözəl xanımlar.